Şəkərə son. Utindi ilə şəkərə son. Demək, gözəl qardaşımızın anasında şəkər 600 imiş. Düşüb 550, 600. Düşüb neçəyə? 90 arası. Danış. Nə qədər vaxt istifadə Vallahi edir? bunu 20 gün. Vallahi 20 bəlkə də heç. Demək 2 paçka alıb göndərmişdi. Sonra da 2 paçka gönderdim. Hələ o tarixdən göndərdiyim 2 paçkanın heç ikisinin içi tutar. Hələ biri durur. Hələ o bizimlə də yarısınız. Təzyiqin də yox. Təzyiqi 110, 200 olurdu, 220 olurdu. Həkim çağırırdı. Birdən hətta həkim gəldi boynun damardan qan alandan sonra təzyiq düşürdü aşağıda. Yeyəmirdi, pis vəziyyətdə. Bunu içib, o hamiyə toxunur. Əsas da rutindir. Bunu içəndən sonra şükür Allah təzyiq düşür. 110'un 70'in. Şükür əla bir şeydir vallahi. Həqiqətən də gözəl. Vallahi bizdə evdə də istifadə edilir. Hətta evdə 2 dəfə istifadə edir yoxsa 3 dəfə? 2 dəfə. Deyirəm heç üçüncünün başını açıb istifadə eləməyiblər. Çox gözəl məzundur, çox gözəl təsiri var. Vallahi məsləhət görürəm bunu. Əla bir şeydir. Alın şəkərə, təzyiqə, hamısına xeyri var. Çox gözəl. Bədəndə limfalara, törəmələrə, onkoloji xəstələrə. Üzr istəyirəm, xanımlarda o limfa düyünlərində, kiss var, hamısına kömək edir. Çox əridir. Çox təbii məhsul. Qanı duruldur, ürəyə fayda verir. Saymaqla qutara bilməz. Hətta bayaq dedim də ki, yəni evdəkilər mədəsi ağrıyırdı. Bundan içiblər. Deyirlər ki, bunu içəndən sonra mən bir şey deyim, əslində mədənin ağrısı kəsilir. Əslində utindir, mədədə problem varsa biraz aşılamalıdır. Ona görə deyirik ki, problem varsa yeməkdən bir saat sonra için. Amma mənim özümdə də qardaş düz deyir. Mənim mədəmdə ağrı olub da, yandırma gəlmə. İnan Allaha bunu içmişəm, mədəmin ağrısı dayanır. Oldu ki, sağ salamat. Allah şəfa versin. Allah şəfa versin. Belə, çalışın təbii belə nemətlərə üstünlük verin. Yəni bu nemətlərə üstünlük verin, amma yeməyə də nəzarət edin də qardaşlar. Yeməyə nəzarət etməli. Onu sən demədin. Mən Davud saxladım sənə də. Mən gecə-gündüz bar-bar bağırıram da. Ağ çörəkdən bacardığınız qədər istifadə eləməyin. Yəni çörəksiz heç kim qalsa məncə ölməz. Bəs onlar fikirləşir ki, amma çörəyi çox yesəz öləsiz. Amma çörəksiz qalsaz vallahi ölməzsiniz. Yox, bəs onlar fikirləşir ki, biz doymuruq. İnsan yaşamaq üçün yeməlidir, yemək üçün yaşamamalıdır. Süfrədən bizim Məhəmməd Peyğəmbərimiz də deyir, acımamış oturmalısan, doymamış durmalısan. Mən bir şey deyim sənə. Yeməyə doymaq üçün yemək lazımdır. Süfründə göyərti yoxdursa, oturursan orada yoxsa yox? Vallahi yox. Vallahi yox. İndi bazardan bax, indi andolallaha indi alıb aparmışam. Hələ var idi ha. Dünənlər meyvəliyə getmişdim. Oradan almışdım. Buradan dedi keçirdim, 4 qonda aldım, dedim qoy olsun. Bəs çoxusu bizə deyir ki, siz yaşamırsınız, belə yaşamaq olmaz. Onda gedin siz yaşayın dedim. Qoy onlar özü bildiyi. Gələ biz ağrı acı içində yaşayaq. Qoy onlar özü bildiyi kimi yaşasın qardaş. Mən neçə il mədun ağrıdı? 19 il. 2007-ci. Sağlam qidalanmış. 2007 dayı kim tələbə var, birinci kursdan. Get dönər ye, kalpasa ye, belə şeylərlə mədəni məhv elədik, qoyduq ora. Şükür Allaha kindi 250 qramlıq dazotu yağı ilə mənim mədəm oldu, şükür Allah, anadan gəlmə. Amma gözləməlisən. Mədəni sağaltdım, dalımca gedim basım yeyim, təzələn araq içeyim, nə bilim, qarışıq yeyim, yox. Gözləməlisən, o yara tam sağalıb götürülməlidir. Ona görə də qara çörək yemək lazımdır. Greçka çörəyi yeyə bilərsiniz. Qara çörək yeyin. Qara çörəkdə çoğdar ununun çörəyi, ya su dəyirmanı unundan alın, elə bahalı bir şey deyil valla. Su dəyirmanı unu alın, mənə göndərir də qardaş. Elmar qardaş göndərir, Allah canı sağ olsun. Çörəyi də göndərir, unu da göndərir. Özü də çatdırılıma gətirir valla. Düz qapıya, bloqun qabağına. Bayını olmalıdır. Ağ çörəkdən imtina eləyin. Çörəklə var ki, kartoşka ilə çörək yeməyin. Ətlə çörək yeməyin. Ondan sonra nə var? Çörək yeyin greçka ilə. O da ehtiyac deyil, amma bir dilim, 2 dilim. Bulgurla, o da ehtiyac deyil. Yəni yağla, balla, yaxşı göy-göyərti ilə. Amma mən lobya ilə yeyirəm. Niyə? Paxlalı. Yeyə bilərsən. Hə, lobya ilə paxlalı bir qədər, 1-2 dilim də belə. O paxlalı bitkilərlə uzlaşır çörək. Çalışın paxlalı bitkilərlə çörək yeyin. Ümumiyyətlə çörəyi vəbşi azaltsaq daha yaxşı olar. Mənim məsələm üçün mədəmi dazotu yağı sağaltmaq. Bədən fərqlidir. Yoldaşımı dazotu yağı səndə çay tikanı sağalt. Məndə çay tikanı sağalt. Səndə dazotu sağalt. Məndə çay tikanı sağaltmaq, dazotu sağalt. Yəni bir şeyin üstündə aylarla durub dayanmayın, mən niyə sağalmıram, mən niyə sağalmıram? 15 gün, 20 gün tətbiq edə. Yavaş-yavaş görürsən ki, sağalmağa doğru gedirsən, demək bu sənə sağaldacaq. Yox, əksinə gedir. Tərsinə gedirsə, sağaltmırsa, dəyiş işinə.
Ən gözəl də aclıqdır. Bir dəfə ac qalın həftədə. Həftədə bir gün mən mütləq hər bazar günü özümə gün seçmişəm, evdə oluram da, sərbəst oluram. 6-cı gün axşamüstü saat 5 uzağı 6-ya kimi mən yekunlaşdırıram. Bağlayıram. Mənə çox maraqlıdır. Sən saat neçədə yatırsan? Saat 10-da. Çox gözəl. 11-ə uzağı 10-15 dəqiqə işləmiş, mən yatmalıyam. Sağlam keçmisən həyatda. Hə, valla mən gecikərəm 11-in yarısına, o da nəsə ola bilər. Bəli? Mənimdir. Mən də götürmüşdüm. Yoxsa yox. Sən götürmüşdün. Sən götürmüşdün. Hə. Sən məzun götürmüşdün. Hə. 11-in yarısı yatıram, valla səhər canım üçün deyirəm. Budilniki qururam 7-yə. Mən 7-yə 10 dəqiqə, 15 dəqiqə almış budilnikdən qabaq oyanıram. Niyə? Çünki normal 8 saat yuxumu alıram da. Ona görə də bəli, keçən səfər Elmar qardaşın o çatdırılması gəlib 11-in yarısı idi zaten. Dedim qardaş mən yatmışam. Dedim bu ay yatsan, dedim qardaş mən vallahi yatmışam. Bir də durdum, getdim onu çörəyə götürdüm, qayıtdım, gəldim. Sonra Elmar qardaş sağ olsun, zırxaqlıq və yol probka olub belə. Utin yağı haqqında nə deyə bilərsən? Utin yağı çox gözəl məzundur. Vallahi mən onun heç mən burnumda biraz çəpərərliyi var. Çox narahat hiss edirəm də özüm. Bir toz torpaq zad olan kimi burnum tutulur. Hətta ölüb gedirəm. Deyirəm bir dəqiqə boğulub ölürəm. Bir də qulağımda, sağ qulağımda belə vururdum Roma. Elə birdin ki, belə nəsə probka kimi qalır. Mən o utin yağından 5-6 dəfə tökmüşəm ha, 5-6 gün. 5-6 gün tökmüşəm. Valla xırda gəldi töküldü. Xırda tökülür. Xırda. Hə, hiss eləyirsən. Əməlli başlı qulağımda atıldı burnumda. Qəşəng onu həm burnuna, həm qulağa eləyirəm. Qulağa bir də burnundan eləyirəm, bir də alnımdan. Hə, biraz davam eləyirəm. Yaxıram belə də oxalıyam. İnan ki, mən o sərsərə əvvələ yürüyüş edirdim, qulağımda bir səs gəldi. Xış. Elə sanki, hə. Elə bir danışığımı belə bir tər eşidirdim. Bir gün oturmuşdum, bir gün oturmuşdum, tökdüm dedim. Bir gün oturmuşdum, gördüm burada nəsə əlim qıdıqlayır adam belə şey. O boyda bir şey gəldi, probka düşdü. Ondan sonra mən yox, məndə şükür Allahın deyil. Qulağım tutulurdu birdən. Bax belə belliydim. Bax belə belləməkdən bezmişdim. Nə qədər adam belləyərdi. Son bir həftə 10 gündür ki, şükür Allah. Ola gedib ümumiyyətlə qardaşlar, bacılar, videoya axıra kimi baxın. Xahiş edirəm sizdən. Sağlamlığınız üçün deyirəm, sizin üçün. Ümumiyyətlə qidanıza fikir verin. Qidaya fikir versəz, valla canım üçün bütün xəstəliklərdən azad olasınız. Qardaş niyə ürək dolusu danışır? Çünki faydasını görür. Faydasını görürəm qardaş. Ürəkdir. Qidaya fikir versəz, bütün qardaş xəstəliklərin başında qarışıq yediyimiz yeməklər, qarışıq yediyimiz qidalar. İndi maşın sürən qardaşlardan elə belə də bilərlər. Birdən bu yağı tökürsən, birdən o yağı tökürsən, aparıb benzin olan maşına dizel töksən, işləyər. İnsan bədənimiz də elədir də, qarışdırırıq, mədə yazıqda qalır belə, mədaltı vəzə sualı verir, mədaltı vəzdə qalır belə, deyir, mən nə qayrım. Hamısı belə çaşbaş qalır ki, bu nə məsələdir? Öt kisəz oradan, nə gəlir? Bu nə məsələdir? Neyniyək biz neyniyək bunu parçalayaq? O da parçalaya bilmir. Gedir bağırsağa, çürüyür, bağırsaqdan da qana zəhərlənmə. Yavaş-yavaş. O elə də zəhərlənmə demək deyil ki, elə zəhərləndi öldü. 1 ilə, 3 ilə, 5 ilə xolesterin, ondan sonra yaranır şəkər, yavaş-yavaş gələcək, təzyiq, yaranır damar tutulmaları. Belə şeylər deyirlər, filan kəsin 50 yaşı vardır, cavan oğlan idi, yatıb durmuyor. Filan kəsin filan şey oldu, ürəyindən əməliyyat olub, stent qoyublar. Qardaş, hamısı qarışıq yeməklərdəndir, qarışıq yağlı qidalardandır. Xahiş edirik sizdən, özünüzü qoruyun. Həyata bir dəfə gəlirsiniz. Sizə bu şans verilmir. Biz burada Allah üçün danışırıq ki, bunları eləyin. Biz burada sizdən pul yeməyinizə fikir verin, qardaşlar, fikir verin. Sağlam olasınız deyə. O gün mənə deyirlər, sən yaşamırsan ki, dedim, eybi yoxdur, qoy mən yaşamayayım, siz yaşayın. Biri yazıb ki, qardaş, mən bilsəm ki, 150 il yaşayacam. Baxdım ona, mən də altdan qəşəng yorum yazdım ki. Mən bilsəm ki, sən kimi qidalansam 150 il yaşayacam, mən yenə yemərəm ona. Elə qidalanmaram. Yemə də, səni məcbur eləyəm. Qardaş, gedim mən xəstəliklər içində batıb gedirdim, laxta qan kusurdum, yaxşı idi bu. Şükür Allaha, yəni o xəstəlikdən belə çıxmasın. Yeməyinə fikir edən adamlar var ki, o xəstəlik tutan kimi 1 ayın, 2 ayın içində öldürür, uzağı 1 ayın içində. Özdə mən deyim, o ağciyərdən tutan ən təhlükəlisidir. Mədə və ağciyər ən qorxuludur. Nəfəsdir də. Nəfəsdir, o birisi də qidadır. Nəfəs qida. Yoxdursa, həyat yox. Bitdi, qutardı. Çox sağ olun. Artıq 10 dəqiqəmiz tamam oldu. Allah bütün xəstələrə şəfa versin, yardım eləsin. Çalışın sağlam qidalanında. Biz başqa nə deyə bilərik ki? Nə qədər sağlam qidalansanız, o qədər sağlam olacaqsınız Allahın ismindən. Fikriniz də sağlam olacaq, düşüncəniz də sağlam olacaq. Hər şey dünyaya baxışınız da fərqli olacaq.
Tam doğru. Yediyiniz yeməkdən həzz alasınız, yaşadığınız həyatdan